Bakı şəhər Gənclər və İdman İdarəsi, eləcə də Azərbaycan Real Aikido İdman Klubunun birgə təşkilatçılığı ilə Böyükşor Parkında Real Aikido özünü müdafiə sənəti üzrə ustad dərsləri keçirilib. Təlimdə 100-dən çox idmançı iştirak edib. Təlimin keçirilməsinin əsas mahiyyəti Bakı şəhərinin 2026-cı il Dünya İdman Paytaxtı seçilməsi ilə əlaqədardır. Qeyd edək ki, bu tipli ödənişsiz ustad dərsləri və təlimlər mütəmadi olaraq təşkil olunur. Bakı şəhər Gənclər İdman İdarəsi və Azərbaycan Real Aikido İdman Klubunun birgə əməkdaşlığı nəticəsində Böyükşor Parkında idman tədbiri keçirilir. Real Aikido özünü müdafiə sənəti üzrə bu təlimdə 100-dən çox idmançı iştirak edir. Bu təlimin əsas səbəblərindən biri də Azərbaycanın dünya idman paytaxtı seçilməsi ilə əlaqədardır. Biz bu münasibətlə fəxr edirik. Ümumiyyətlə Bakı şəhər Gənclər İdman İdarəsinin təşkil elədiyi bu artıq birinci tədbir deyil. Zaman-zaman bu tip ödənişsiz təlimlər təşkil olunur və biz də burada iştirak etməkdən çox məmnunuq.